Üç badan bir qoz mahnını oxuyanda hamısı bəh-bəh deyir. Bu cür daha bir şairin sözlərə yazılı bir mahnıdır. Sözlər orta ərsiyə çıxardıblar. Haqqı bu niyə görə bu cavan müğənniləri biz nəsə ifalələrə bəyənməyək? Cavanlıqda ona görə. Qocalar da beğenəcək. Onlara məsələn, ona həmişə fikir verir, ona ta o adəstardaydı, o yarışdan çıxandan ta indiyəcə. O vaxtı bilirdim ki, özüm bilirsin. Bu həqiqətən bu qızda balam olsun. Ne çabar, o bir ortaya da çıkarılacak. Onun intellektual düşüncesi, onun danışık kabiliyeti. Tek hele o kabiliyete kadar 78% o kızda olan olardı olaydı. Hayır, ne geçey tamaşaçısınız siz? Kəmalə ali təhsili var, musiqi təhsili var. Muğamlar öyrənib, xalq mahnıları, musiqi nəzəriyyəsi öyrənib. Yəni sıradan hansısa bir kafedən, restorandan oxuyub gəlib müğənni olmayıb. Onun bəlli bir sənəti və təhsili var. Özünün intellektual səviyyəsi, özünün dünya görüşü, musiqiyə olan münasibəti, musiqi, söz, müraciət, aranjman hamısı bir-birini o qədər gözəl tamamlayır ki. Hər bir yeniliyi həmişə çətinliklə qəbul ediblər. Bu hər zaman belə olub tarix boyu. Bu bir yenilikdir. Bu yeniliyi bu tarixdə qalacaq. Elələri də var idi, ad çəkməyəcəm. Yaxşı yazmamışdı. Mən düşündüm ki, bu sadəcə olaraq psixoloji təsir eləməkdir. Yox, xalq artisti deyil, çox məşhur bir insandır. Aha. Və onun heç söz deməyə, sənətdən danışmağa heç bir haqqı yoxdur. Peçeteye kim deyib? Aparıcıdır. Hətta aparıcıdır. Sənətdən danışmağa heç bir haqqı yoxdur. O yazır və sən bilirsən ki, bu sənə psixoloji təsir eləmək üçün eləyir. Nəyə görə? Çünki mahnı sevilib, mahnı öz yerini tutub, bu layihə tutub. Niyə o iradı tutsun? Niyə belə... Gözü götürməməzliyi var. Amma xalq artistləri məni dəstəklədilər. Bu yaxınlarda o layihə də üzə çıxacaq. Hansı ki, məni dəstəkləyiblər, özləri müraciət elədilər, özləri ki, qızım neynəmsən, düz eləmişsən. Birlik və bu dilkeş təsnifidir. Dilkeş təsnifidir. Bunu təsnif kimi bizim xanəndələrimiz ifa eləmək. Bunu biz ifa eləmək oları artıq xanəndələr və sözünü demiş xalq artistlərimiz bunu... Sözü və musiqisi qalacaq yerində. Bəli, melodiya olaraq bəli. Sadəcə aranjmansız. Bəli, təsnif kimi. Aranjmansız. Yeni bir layihə gələcək. Belə bir şey olacaq. Gördünüz, özünüzə qaldı. Yəni, bunu mən eləmədim ha. Bunu sağ olsun sənət adamları, sənətə qiymət verən sənətkarlar bunu bilib eləyirlər.